Salam aziz dostlar, her vaxtınız xeyirli olsun. Bugün 7 oktyabr 2025-ci il. Zəif 1-2 çərçivəlik ailələri qışdan necə salamat çıxartmaq olar? Bax, bu haqda bir veriliş çəkim paylaşım. Odur ki, gənc arıçılar yaxın otursun. Nə üçün? Çünki mənə tez-tez zənglər vururlar dostlar. Gənc arıçılardır. 5, 3, 10 ədəd arıları var. Təbii ki, varroadan düzgün müalicə olunmuyor və yaxud gec bölmə olunmuş ailələrdir. Gəlib bu aya az miqdarda çatıb deyə onları birinci növbədə zəif ailələri birləşdirmək. Yəni, bir ana arının ətrafında iki ailəni birləşdirib qışlamaya salmaq lazımdır ki, yaza qədər çıxsın. Bundan öncəki illərdə mən paylaşmışdım sizlərlə. Zəif ailələri bir pətəkdə 3, 4, 5 arı ailəsini necə saxlamaq olar göstərmişdim. YouTube səhifəmizdə var. Amma bugün zəif bir ailəni necə saxlamaq olar sizə inşallah öyrədəcəm. İndi videomuz biraz uzun alınır, amma bəzilərinin xoşlarına gəlmir ki, mən uzun videolar paylaşıram ki, insanlar dəqiqliklə öyrənir. Ona görə bəzən olur ki, yazırlar ki, uzun alınır. Bax, o insanlara deyirəm ki, kimin əgər səbri yoxdursa videolarımı izləməyə, qardaş baxmasın. Mən heç kimdən xahiş eləmirəm ki, mənim videoma baxsın, ya onun videoma baxmağı ilə mən pul qazanmıram. Getdik. Əvvəlcə sizə zəif arı pətəyini göstərim. Nə üçün zəif ailədir, sizə başa salın. Çünki bu arı ailəsi bölmə olub. Bu bölmədə ana arı mayalanıb yumurta qoymağa başlayıb bir müddət. Nukleuslarda mayalı ana arı olmadığına görə məcburan bu ailədən ana arını vermişəm, çatmışam və yenə də burada ana arısız qalıb təzədən ana arı yuvacığı vermişik və onun çıxması, mayalanması, yumurta qoyması bir qədər arı ailəsi ləngiyib, geriyə getdiyinə görə, yəni bu ailədən bir neçə dəfə ana arı satılıb deyə, bax bu zəif ailə olur. Mən buna nə edəcəm? Çünki bu çərçivələrlə bu arının yaza çıxmaq ehtimalı yoxdur. Çünki burada bal azdır. İndi şərbət də versək bu arı ailəsinə, o şərbəti fermentləşdirmə, bala çevirmə prosesi, yəni o əlavə suyu oradan buxarlandırma, bu az arının da ömrün daha da qısaldacaq. Ona görə havalar bizdə yaxşıdır, istidir, baxmayaraq oktyabr ayının bugün 7-sidir. Arı çalışır, az-maz nektar da gəlir, amma əsasən çiçək tozları daşıyır ki, balalama biraz çoxalsın. Baxın, bu ailəni necə çoxaltmaq olar? Getdik, güclü arı ailəmizdə orada əlavə ballı çərçivələrdən götürək və qalanın sizə göstərim. Ya Allah! Güclü arıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8 çərçivədədir. Bir ədəd bu arı ailəsindən götürüb bu mənim yay zamanı isti aylarda arı ailəsini
bir yerdən digər yerə müvəqqəti aparmaq üçün mən bu cür hazırlamışam. Aşağı hissəsi tam setkadır. Mütləq deyil sizdə bu cür olsun. Bu vacib deyil. Sadəcə məndə indi əlimin altında bu var. Mən bunu sizə göstərirəm ki, arı ailəsini bura necə qoymaq lazımdır. Çünki baxın, burada havalanma yerlər var. Havalanmaq üçün. Mən bu havalanmanı tamamilə bağlayıram. Nə üçün? Bir verilişdə bir neçə mövzu haqqında mən demək olar ki, məlumat çatdırıram. Nə üçün? İzləyin, indi görəcəksiniz. Demək, aşağı hissədən dəliklər olduğuna görə mən bunu tamamilə bağlayıram. İndi bu arı ailəsini biz buyuruq bax bura. Demək dostlar, bunun üçün bizə nə lazımdır? Bu cür döşəkçə də qoya bilərsiniz. Samandan, yaxud pambıqdan hazırlanmış döşəkçə. Ben bunu qoymayacağım. Sadəcə sizə göstərirəm ki, asan olsun deyə. Demək, baxın, Penaplex. Biz bunu bu qaydada yerləşdiririk dostlar. Bu da ikinci ballı çərçivə. Yuxarısı mühürlü, aşağısı açıq nektar. Baxın. Sürfəli çərçivədir. Əgər baxın, ana arımız da göz ölçəmizdə burada gəzir. 71. Bu çərçivəni mən qoyuram orta hissəyə. Baxın dostlar, burada da iki tərəfdən sürfələr var. Bu azballı ki çərçivə var. Bunu mən burada saxlamayacağım. Hə dostlar. Bu iki tərəfdən Penaplexlə istilik verildi. Aşağı falqazol nə üçün tikdim? Çünki aşağıda məndə havalanma, istər-istəməz orada havalanma gedə bilər. Ona görə mən onu bağladım. Çünki içəridə Penaplexdir. Penaplex öz-özünə tərləyən bir materialdır. Arı burada başlayacaq yem sərf etməyə, kondensat yaranacaq. O qazların çıxması mütləq vacibdir ki, su damcıları, tər olmasın bu pətəkdə. Ona görə, baxın, əgər sizdə yuxarını bağlayacaqsınızsa ki, aşağı mütləq havalanma olmalıdır Penaplex olsa. Yox, mən aşağını tamamilə bağladım ki, yuxarıda istər-istəməz, baxın, necə də bunu mən bağlasam, burada havalanma olacaq. Yəni, o qazlar mütləq yuxarıdan çıxacaq dostlar. Ona görə mən bu cür eləyirəm. Baxın, sizlər bu qaydada böyük pətək olsa belə eləyə bilərsiniz. Heç bir problemi yoxdur. İndi payızdır. Baxmayaraq ki, istidir. Yenə də şərbətlə yemləmək doğru deyil. Çünki dediyim kimi şərbəti fermentləşdirmək, onu buxarlandırmaq, onu bala çevirmək arı üçün böyük əziyyətdir və arıların tez sıradan çıxmasına səbəb olur.
Ona görə nə edirəm? Bu bizim arılarımızın öz gətirdiyi təbii bal. Heç bir problem, heç bir qorxusu yoxdur dostlar. Baxın, bu qaydada da bağlayıb, bax bu qaydada da bağlayıb, istər-istəməz buradan havalanma gedəcək. Yəni o qazlar yuxarıdan çıxa bilər. Bunu və yaxud bax bu cür, baxın bu qaydada üstünü baxın dostlar, qalxdı. Arxa divardan 2 santimetr təxminən qalır açıq. Baxın, bağladım. Necə bu bağlansa belə, baxın tam burada havalanma gedə bilir dostlar. Və bu arı ailəsi saf sağlam yaza çıxacaq. Nə üçün çıxacaq? Çünki bunun kifayət qədər balı var. Bununla belə çiçək tozu arılar daşıyır. Balalama getdikcə bu arı ailəsi biraz inkişaf edəcək. Nə üçün? Axşamlar soyuq olduqca bu ailəyə təsir etməyəcək. Çünki bu istiliklə təmin olunub. Arı ailəsi də müəyyən vaxta qədər, çünki bizdə havalar çox da soyuq olmur. Bu ailənin nə üçün bu qədər zəif olduğunu sizə söylədim. Bununla bərabər eyni zamanda bölmələr vardı ki, indi sizə göstərirəm. Altı çərçivədə mükəmməl ailədir dostlar. Kifayət qədər də yem ehtiyatı və arısı var. Bu isə 7 çərçivədə mükəmməl bir ailə. Yəni bunlar eyni vaxtda olunmuş bölmələrdir dostlar. Mükəmməl 7 çərçivəlik ailədir. İndi 7 oktyabr. Baxın, ailə tam hazır qışa. Hər il mən zəif arı ailəsini necə saxlamaq olar, bu haqda da verilişlər çəkib paylaşmışam. Hətta bir neçə il bundan əvvəl bir pətəyi 3-4 yerə bölüb 2-3 çərçivəlik ailələri ora yığmışam ki, bir-birinin istiliyi bir-birinə kömək etsin. Yəni siz bu ailəni tam sıxlaşdırıb üzərinə bal qoymaqla və yaxud arı keki. Yəni arı keki də olar, amma bal olsa daha yaxşıdır. Çünki arı kekini əgər özünüz hazırlayırsınızsa, təbii baldan və şəkər kirşanından başqa qatqısız falansız, indi çiçək tozu olarsa bu dönəmdə qarışdırıb vermək olar. Bizdə bir də yazda. Amma qış zamanı, soyuq aylarda arılar əlavə qatqılı yemlər yeyərsə, yəni o arılarda biraz problem yaradır dostlar. Odur ki, baxın bu ailəni mən bu qaydada sıxlaşdırdım, sizinlə paylaşdım. Hər kəs istifadə eləsin. Odur ki, sağ olun, özünüzü qoruyun.